Salam uşaqlar, bugün cümlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Tak, yeni mövzumuzdur составление tekstов, yəni mətnlərin tərtibidir və nə demək istəyirəm uşaqlar? Mətni tərtib etmək üçün nə lazımdır bizə? Yəni bu hadisələri məntiqli ardıcıllıqla yerləşdirmək lazımdır. Yəni ədətən necə olur bu ardıcıllıq? Məsələn, ən erkən vaxtından da, məsələn, doğumdan gec vaxta doğru və ya məsələn, sonra ümumi məlumatlar getməlidir də, belə deyək də. Yəni, məsələn, necə alqoritmi olacaq? Hər şeyin başladığı cümləni tapmalıyıq biz. Yəni, çox vaxt bu insanın doğumu haqqında olan cümlədir. Məsələn, родилась, родился da, məsələn, anadan olub, dünyaya gəlib, məsələn, o şəkildə olur. Ondan sonra İkinci, məsələn, doğumdan dərhal sonra nə gəldiyini biz bilməliyik də, yəni müəyyən etməliyik. Uşaqlıq, məsələn, məktəb, təhsilin ilk addımları, yəni o dəqiqə ikinci doğulandan sonra məsələn universitet, konservatoriya getsə, o düzgün deyil axı. Əlbəttə ki, uşaqlığı, məktəb, təhsili məsələn ilk addımları olmalıdır və sonra 3-də də məsələn 3-cü xronoloji ardıcıllıqda davam etməliyik də. Məsələn, orada konservatoriyada mı oxuyur, institutda mı oxuyur, məsələn, karyeranın başlanğıcı, belə bir o şəkildə yəni biz yazmalıyıq. Bir də ipuçlar var, söz ipuçları var ki, məsələn, hansı ki, sonradır, daha sonra, bitdikdən sonra, 3 yaşında, məsələn, ya da 1957-ci ildə kimi sözlər, yəni ardıcılığı birbaşa göstərir, yəni necə getməlidir. Gəlin indi bax bu birinci tapşırığa baxaq. Birinci tapşırıqda составьте текст. Затем будущий композитор учился в консерватории. Deyir ki, yəni sonra gələcək bəstəkar konservatoriyada təhsil aldı. Дальше. 2-də. Джахангиров родился 20 июня 1921 года в Баку. Джахангиров 20 iyun 1921 ildə Bakıda anada olub və после окончания школы он поступил в театральное училище. Məktəbi bitirdikdən sonra dram məktəbinə daxil oldu. Və indi, yəni teatrальное училищеdə teatr üstüdə teatr училищесіdə, yəni училищеdə məktəb olsun da belə. Дальше. İndiki məsələn kollec, texnikumda, yəni qabaq училище deyirdilər uşaqlar. Tak, deməli, indi biz başa düşürük. Məsələn, birinci addımımız demişik ki, anadan olduğu, yəni başlanğıc. Əlbəttə ki, bu Джахангиров родился 20 июня 1921 года в Баку. Правильно? Дальше. Уже sonra, после окончания школы он поступил в театральное училище. Üçüncünü. Və затем будущий композитор учился в консерватории. Məsələn, 1 ilə 3-ü biz dəyişə bilərik? Yox, çünki burada nə vaxt olubdu, sonra məktəbə gedəndən sonra bitirdi və konservatoriyada getdi oxumağa. Deməli, bizdə onda D variantı burada uyğundur. Дальше. 2-də. В 1957 году он поступил в Бакинское музыкальное училище. Deyir ki, 57-ci ildə Bakı Musiqi Kollecinə daxil olur. В 3 года будущий музыкант играл на фортепиано. 3 ildə, yəni gələcək musiqiçi 3 yaşında piyanoda çalırdı. В 3 года, ага. И Мустафазаде родился 16 марта 1940 года в Баку. Yəni Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olubdu. Və əlbəttə ki, dediyim kimi, nədən başlanır? Əlbəttə ki, onu doğulduğunu, yəni anadan olduğu biz 3-ü seçirik. Ondan sonra в 3 года 3 yaşında. Burada anadan oldu. Ondan sonra məntiqli, yəni fikirləşsəniz, onu yəni problemsiz tapa bilərsiniz. В 3 года o pianinoda, fortepianoda ifa edirdi. Düzdürmü? Düzdür. Və 1957 года он поступил в Бакинское музыкальное училище.
Deməli, bizdə 3, 2 və 1. C variantıdır. Дальше, третье. О ней сложено много легенд, написан балет. Deyir ki, belə deyək də, onun haqqında bir çox əfsanə deməli bəstələnmiş və balet yazılmışdır. Ondan sonra а толщина ее стен нижней части 5 метров və deyir dibindəki divarların qalınlığı 5 metrdir. Sonra высота башни составляет 28 метров. Gülənin hündürlüyü 28 metrdir. Девичья башня уникальный памятник архитектуры. Qız qalası unikal memarlıq abidəsidir. Uşaqlar, indi bizə tam aydın oldu ki, söhbət bizdə Qız qalasından gedir. Düzdürmü? Так, deməli 4-dən başlayırıq. Девичья башня уникальный памятник архитектуры. Дальше. Söhbət sonra nədən gedir? Bizdə gedir, о ней сложено много легенд. O haqqında çoxlu əfsanələr, yəni yazılıb da belə deyək. Ondan sonra высота башни составляет 28 метров. Правильно? Правильно. И толщина ее стен в нижней части 5 метров. Bax, bu şəkildə olmalıdır. Так. Çünki məsələn, tutaq ki, bax 4-ü seçdikdə bizdə A variant uyğundur və C variant uyğundur. Belə də baxa bilərsiniz, yəni. Biz deyiriksə, ikincidə biz deyirik də birinci, məsələn, о ней сложно много легенд, написан балет. O haqqında, yəni Qız qalası haqqında balet də yazılıbdır və çoxlu əfsanələr var. Amma burada A variantında tutaq ki, yazıb ki, толщина ее стен в нижней части 5 метров. Görsən, ucu uyğun deyil. Burada sırası divarların hündürlüyü, zadı qalınlığı ondan deyil. Deməli, bizdə C variantı burada uyğundur. Yəni, uşaqlar, bir də deyirəm ki, burada məntiqlə fikirləşmək lazımdır. Дальше. Здесь я обычно беру книги и словари. Mən adətən kitab və lüğətləri buradan alıram. Сегодня я встретил в библиотеке Анара. Bugün kitabxanada Anarı gördüm. Я люблю заниматься в школьной библиотеке. Mən məktəb kitabxanasında oxumaq xoşlayıram. Он взял почитать стихи Пушкина. O, Puşkinin deməli şeylər oxumağa deməli apardı. Deməli, burada nədən söhbət başlayır uşaqlar? Əlbəttə ki, я люблю заниматься в школьной библиотеке. Yəni, başlanğıc burada deyir ki, mən xoşlayıram. Və ondan sonra deyə bilərik. Здесь я обычно беру книги в словари. Что я делаю, когда я прихожу? Я обычно здесь беру книги в словари. Хорошо, дальше. Сегодня я встретил в библиотеке Анара. Он взял почитать стихи Пушкина. Bugün Anarı gördüm və o kitabları götürdü, şeirləri götürdü ki, evdə oxusun deyə. Deməli, bizdə B variantı burada uyğundur. Дальше. Третьи появились в результате наблюдения за реальной жизнью. Так, tretyi deyəndə, yəni burada deyir ki, üçüncüləri real həyat müşahidələrinin nəticəsi olaraq ortaya çıxdı. İndi biz bu cümləni belə deyək də, hələ də başa düşmürük ki, söhbət nədən gedir. Deməli, bu bir ola bilməz də, bundan başlaya bilməz. Дальше. Некоторые сказки родились из древних мифов. Bəzi nağıllar qədim miflərdən yaranmışdı. Sonra нет народа, который не создал бы своих сказок. Yəni deyir ki, öz nağılları yaratmayan bir xalq yoxdur. Yəni hamısında var. Düzdürmü? И другие возникли на основе старинных легенд. Və deyir ki, digərləri yəni qədim əfsanələrdən yaranmışdır. Düzdürmü? Və indi biz əlbəttə ki, burada başa düşdük ki, nağıldan söhbət gedir və biz нет народа, который не создал бы своих сказок deyə o şəkildə biz başlaya bilərik. Дальше. Некоторые сказки родились из древних мифов, другие возникли на основе старинных легенд, bəziləri və üçüncü, birinciləri deməli, сказки родились из древних мифов, yəni deyir qədim miflərdən yaranmışdı birinciləri. Məsələn, ikinciləri
üzr sayın. İkinciləri drugi, yəni bu ikincidir də, yəni belə deyək də, sırayla deyilir. Возникли на основе старинных легенд. Yəni deyir ki, ikinciləri də qədim əfsanələrin yaranmışdı. Третьи появились в результате наблюдения за реальной. Yəni üçüncüləri də real həyat müşahidələrinin nəticəsində ortaya çıxdı. Görsənizmi? İndi bax düzəldi. Deməli orada 5-də biz B variantını seçirik. Дальше. Здесь. Там он не был в числе первых учеников. O orada deyir ki, ilk tələbələr arasında değildi. Hələ söhbət bilmirik nədən gedir, kimdən gedir. Начальное образование он получил в местной школе, а затем поступил в гимназию. İbtidai təhsilini yerli məktəbdə almış və sonra da gimnaziyaya daxil olmuşdur. Hələ də başa düşmürük ki, kimdən söhbət gedir, nədən söhbət gedir. В 1900 году Эйнштейн получил диплом преподавателя математики и физики. 1900 ildə Einstein riyaziyyat və fizika müəllimi diplomu aldı. Və Albert Einstein родился в городе Ульме. Albert Einstein Ulm şəhərində anadan olubdu. İndi уже bizə tam aydın oldu, düzdürmü? Söhbət kimdən gedir? Əlbəttə ki, bizdə gedir Albert Einstein. Родился в городе Ульме. Затем начальное образование. Начальное образование deyiriksə, bu ibtidai təhsil. Düzdürmü? Yəni doğulandan sonra ibtidai təhsil. Deməli 4 və 2. Дальше. Deməli уже E variantı görsünüz ki gəlir. Там он не был в числе первых учеников. Oradakı deyir, yəni şagirdlərin arasında, belə deyək də, ilklərdən değildi yəni. И третий. В 1900 году Эйнштейн получил диплом преподавателя deməli, математики и fiziki. Bax, o şəkildə də uşaqlar işləməlisiniz. Дальше. 7-də. Составьте текст. История физики не знает подобного труда. Fizika tarixi belə bir əsərdən xəbərsizdir, deyir. Он создал учебник курс теоретической физики. O nəzəri fizika kursu dərsliyini yaratmışdır. Этот учебник переведен на многие языки. Bu dərslik bir çox dilə tərcümə olunubdur. Fizik Landau написал более 100 научных трудов. Və Fizik Landau 100-dən çox elmi məqalə yazıbdır. İndi burada nə edirik uşaqlar? Əlbəttə ki, Fizik Landau, çünki ondan söhbət gedir axı burada уже biz deyirik. Fizik Landau написал более 100 научных трудов. Он создал учебник курс теоретической физики. Дальше. Этот учебник переведен на многие языки, и история физики не знает подобного труда. Deməli, onda D variantı bizə uyğundur. Дальше. Он был выдающимся физиком-теоретиком. O, görkəmli nəzəri fizik idi. Kim? Hələ bilmirik də, kimdən söhbət gedir, görürsünüzmü? Ученый внес большой вклад в развитие современной физики. Alim müasir fizikanın inkişafına böyük töhfələr vermişdir. Hələ də başa düşmürük ki, kimdən söhbət gedir. Bilirik ki, alimdən. Hansıdır, bilmirik. Landau родился в 1908 году в Baku. Landau 1908-ci ildə Bakıda anadan olubdu. İndi başa düşdük. В 1962 году ему дали Nobelevskую премию və 62-ci ildə Nobel mükafatına layiq görülübdü. Düzdürmü? Deməli, biz onda necə başlamalıyıq? Əlbəttə ki, Landau родился. Başlanğıc hansıdır? Anadan gələn vaxtıdır da belə deyək. Ondan sonra он был выдающимся физиком-теоретиком. Правильно? Ученый внес большой вклад в развитие современной физики, и в 1962 году ему дали Nobelevskую премию. Deməli, onda 8-də onda B variantı uyğundur, düzdürmü? Дальше, 9. И позволяет передать информацию за считанные секунды. Və məlumatı deyir bir neçə saniyə ərzində ötürməyə imkan verir. Nədən söhbət gedir, hələ bilmirik. Дальше, deməli o birinci ola bilməz. İnternet это глобальная компьютерная система. İnternet qlobal kompüter şəbəkəsidir. İndi biz başa düşürük ki, burada söhbət internetdən gəlir. Düzdürmü?
Так, deməli, bax, birinci cümlə bu olur. Məsələn, yəni ola bilər. Она протянула по всему миру. O bütün dünya əhatə edir. В интернете также можно послушать музыку və internetdə musiqi də dinləyə bilərsiniz. Gəlin baxaq. Söhbət internetdən gedirsə, biz bilirik ki, уже интернет это глобальная компьютерная сеть. Она протянулась по всему миру. Дальше. И позволяет передать информацию за считанные секунды. В интернете также можно послушать музыку. Deməli, A variantı burada uyğundur. Правильно? Дальше. 10-cu. Bax, o şəkildə uşaqlar işləməlisiniz siz. Так. В 1992 году интернетом пользовалось всего 100 человек. 92-ci ildə internetdən yalnız 100 nəfər istifadə edirdi. Его использует более 65% населения Земли. Dünyanın əhalisinin 65%-dən çox da belə deyək, 65%-dən çoxu tərəfindən istifadə olunur. А сейчас каждый человек может быстро найти нужную информацию. İndi hər kəs lazım olan məlumatı tez bir zamanda tapa bilər. İnternet играет важную роль в нашей жизни və internet həyatımızda mühüm rol oynayır. Так, burada necə işləyirik? Əlbəttə ki, biz internet играет важную роль в нашей жизни deyə başlayırıq. Дальше. Так, sonra его использует более 65% населения Земли. В 1992 году интернетом пользовалось всего 100 человек, и сейчас каждый человек может быстро найти нужную информацию. Deməli, bizdə onda B variantı uyğundur. Дальше. 11-də. Во всем мире люди по-разному относятся к спорту. Dünyanın hər yerində insanlar idmana, belə deyək də, münasibəti fərqlidir. А некоторые считают его бесполезной тратой времени. Və bəziləri bunu vaxt itkisi hesab edir. Какую роль играет спорт в жизни человека? İdman insanın həyatında hansı rol oynayır? Многие люди любят заниматься спортом və bir çox insan idmanla məşğul olmağı sevir. İndi biz nədən başlamalıyıq? Əlbəttə, какую роль играет спорт в жизни человека? Bu sualı veririk birinci. Дальше. Во всем мире люди по-разному относятся к спорту. Уже cavab verdik. Düzdürmü? Дальше. Многие люди любят заниматься спортом, а некоторые считают его бесполезной тратой времени. Deməli, 11-də, onda bizdə D variantı uyğundur. 12-də. Из них мы получаем необходимую информацию. Onlardan, deməli, lazımlı məlumatları alırıq. Bilmirik hələ nədən, hardan, kimdən. В процессе учебы мы используем учебники словари. Tədris prosesində dərsliklərdən və lüğətlərdən istifadə edirik. Книги занимают важное место в жизни людей. Kitablar insanların həyatında mühüm bir yer tutur da, rol oynayır ya da. С книгой в руках мы также проводим свой досуг. Biz həmçinin asudə vaxtlarımızı əlimizdə kitabla keçirdirik. Deməli, buradan уже söhbət nədən getdiyi bilirik. Книги занимают важное место в жизни людей. Из них мы получаем необходимую информацию. В процессе учебы мы используем учебники, словари. С книгой в руках мы также проводим свой dosug. Və əlbəttə ki, bu A variantıdır. Belə uşaqlar, sağ olun, görüşərik.